Salam dostlar, mən yenidən sizinlə birlikdəyəm və bugün sizə, yəni hal-hazırda sizə Matrix ekran yapımı eləyəcəm, yəni onu eləməsini öyrədəcəm. Notepad yazırıq, yəni Matrix ekran yapımı nə viruslu, nə bir şeydir, nədir, sadəcə gözəl göstərməsini göstərir, yəni nəsə bilirsiniz, kimin evinə gedəndə bunu göstərə bilərsiniz. Notepad açırıq, buraya yazırıq, atmail, yəni atmail işarəsi belə olacaq, of pause, sonra color. Aslında color anı nə olduğunu yəni sizə öyrətmişdim. Yəni Matrix kinosuna da yəqin çoxunuz baxıb onun filmində. Yəni color anı basanda yaşıl olur. Yəni color belə deyə bilərsiniz, amma colora daha məqsədə uyğundur. Mod yazırıq, məsələn 1000. Bu sürətli akışını göstərir. Daha sonra 2 boşluq qoyuruq, yazırıq Matrix. Bir dənə də alta qoyuruq, yazırıq. Bu dəfə də 2 dənə boşluq qoyuruq. Echo faiz, yəni %100 random faiz. Bunu bir dənə kopyalayırıq. Ctrl 2. Daha sonra isə getdik. Ay, bağışlayın. Bayaqca işimi de. Deməli, nə yazırdıq? Echo of faiz işarəsi random faiz işarəsi. Sonra nə edirik? Bu faiz randomu götürürük. Kopyalavat edirik. Yanına yapışdıracağıq. Nə qədər istəyirsiniz eləyə bilərsiniz. Yəni məcbur deyil, amma çox azca dəqiqə. O qədər də çox yox da. Random faiz. Yəni bu qədər yetərli mənimlə gəlir ki, yəqin ki, gözləyirəm, yazılanma oxuya bilirsiniz. Bilmirsə, dəqiqə böyüdüm. Hamısı format. Dəqiqə böyüdüm, daha gözə biləsiniz. Yəni görürsünüz artıq, amma gərək eləməyəm. Hər nəysə, hər nəysə. İndi isə yazırıq go to Matrix. İndi isə burası çox önəmli dostlar. İndi isə bunu farklı kaydeden сохранить как отдельный работа стояние Discord. Oradan yazırıq mesela Matrix yazılan başqa. Amma burada mütləq bat eləmək lazımdır. Сохранить bir. Bu qədər sadə. Çıxırıq. Matrix'e bastığımız zaman isə istənilən bir klaviş basmaq lazımdır. Daim etməliyiz. Mən də olmaz. Və bu da sizin üçün Matrix modu. Yəni hər şey bura qədər. Diqqətinizə görə çox sağ olun.